Siz də yuxuda alma görmüsünüz? Bəs bu yuxu sizə nə demək istəyir? Yuxuda alma görmək çox qədim zamanlardan bəri müxtəlif mənalarla yozulub. Bu yuxu bir tərəfdən bolluq və ruzi əlamətidir. Digər tərəfdən isə iç dünyamızdakı istəkləri, sevgini və bəzən də qadağaları simvolizə edir. Əgər yuxuda parlaq, qırmızı və sağlam bir alma görmüsünüzsə, bu halal ruziyə, işlərinizin düzələcəyinə və sevincli xəbərlərə işarədir. Belə yuxular xüsusilə yeni başlanğıclar üçün uğurlu hesab olunur. Əgər yuxuda alma dərirsinizsə, bu əlinizin bollaşacağınıza, zəhmətinizin bəhrəsini görəcəyinizə işarədir. Almanı yemək sevgi və münasibətlərdə gözəl bir dönəmə qədəm qoyacağınızı göstərə bilər. Bəs tuş və ya çürük alma görmək nə deməkdir? Bu cür alma sizi narahat edən bir məsələni, vicdan yükünü və ya qəlbinizdəki məyusluğu simvolizə edə bilər. Bu yuxu bəzən də sizi gözləyən aldatma və ya xəyal qırıqlığına qarşı xəbərdarlıqdır. Yuxuda alma görüb, lakin yemirsinizsə, bu bir fürsətin yanından ötüb keçəcəyinizə işarə ola bilər. Daxili tərəddüd, qərarsızlıq və ya özünüzə inamsızlıq bu yuxunun gizli mənası ola bilər. Unutmayın, yuxuda alma həm sevgi, həm də seçim simvoludur. O sizə bir az dayan, düşün və ən doğrusunu seç deyə bir mesaj verir.